Cadudan necə qorunmaq olar? Allah Rəsulu hər gecə yatmağa hazırlaşanda əlini açaraq birləşdirər, İxlas, Fələq və Nas surələrini oxuyub, əllərinin içinə üfürər, sonra da başından və üzündən başlayaraq 3 dəfə bütün vücuduna əlinin çatdığı qədər çəkər. Ondan sonra yatardı. Həzrəti Ayşə anamız Peyğəmbərimiz bunu hər gecə 3 dəfə etdiyini deyir. Əslində yatmadan öncə bu cür dua etmək iradəmizin biraz da əlimizdə olmadığı yuxuda Allah Teala'ya sığınmaq deməkdir. Peyğəmbərimiz ona cadu edildiyini biləndə bu surələri oxuyaraq Haqq Teala'ya sığınmışdır. Əllərini açıb birləşdirmiş, İxlas, Fələq və Nas surələrini oxuyaraq ovucuna üfürmüş və başdan ayağa bütün bədəninə çəkmişdir. Rəvayət edildiyinə görə Peyğəmbərimiz bunu 11 dəfə etmiş, hər dəfə də bir düyünün açıldığını hiss edərək rahatlaşmışdır. Dolayısıyla bu cür əziyyətə düşənlər İxlas, Fələq və Nas surələrini 11 dəfə oxumalı və Peyğəmbərimiz kimi etməlidir. Bundan Safayı, Fatihə surəsini, Ayətül Kürsünü və Allah Rəsulundan nəql edilən duaları da oxuyub Allahdan şəfa diləmək olar.